15 ildir, 16 ildir tanışıq səninlə. İllər nə tez gəldi keçdi. Yaş isə yaş gəldi. Bugün o özəl günlərdən biridir. Bu gözəl gündə səni arzu edərəm. Ən birinci, ən böyük, ən dəyərli həyatda nemət olan can sağlığı arzudur. Çünkü insanın can sağlığı olan yerde her bir şeyi elde etmeye hazırdır ve bacarır ülkesinden gelir. Senin dilin ne kadar desək də ki, söhbətlərdə ola bilər, hardasa da kobudluq da eləyə bilərsən, nə də eləyəsən də, qəlbin daima təmizdir sənin. Ürəyin kimi qəlbin təmiz olduğu üçün də hər zaman ola bilər. Qəlbimiz sənin yanında da olur, səni çox istəyirik, xətrini dəyər veririk və hər zaman elə belə qalmağın daha yaxşıdır. Çünki biz səni belə gördük, belə sevdik, belə dəyərləndirdik. Həyatda nə ki arzularım var, aydın məsələdir. Müəyyən qədərini mən də bilirəm, müəyyən qədərini özün məndən də yaxşı bilirsən. Qoy o arzuların həyata keçsin və həyatda insan sınağa çəkilir. Sınağa da kimlər çəkilir? Allah Teala tərəfindən ən gözəl sevdiyi insanlar. Sən də o insanlardan birisən. Ümid eləyirəm hər bir şey yaxşı olacaq və səni sonda gözəl bir, parlaq bir həyat gözləyir. Hər zaman xoşbəxt ol və heç vaxt neyniyim, necə eləyim demə. Bu qədər bir daha təbrik eləyirəm səni. Amin.